Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən 36-cı NATO Liderlər Sammitinin ikinci günü qlobal təhlükəsizlik sistemini kökündən dəyişdirən tarixi qərarlar və kəskin hərbi gərginliklə yadda qalıb. Alyansa üzv 32 ölkənin liderinin iştirak etdiyi toplantıda yaxın şərqdə alovlanan yeni münaqişə fonunda hərbi və strateji sahədə mühüm addımlar atılıb. Sammit çərçivəsində təşkil olunan Müdafiə Sənayesi forumunda tarixi uğura imza atılıb. Üzv dövlətlər arasında yeni nəsil hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və birgə hərbi texnika istehsalını əhatə edən ümumi dəyəri 50 milyard dolları ötən nəhəng müqavilələr rəsmən imzalanıb. Müttəfiqlər həmçinin müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmaq barədə öhdəliklərini bir daha təsdiqləyiblər. Gecə saatlarında Amerika və İran arasında baş verən qarşılıqlı hərbi zərbələr sammitin gündəmini tamamilə dəyişib. Səhər saatlarında mətbuat konfransı keçirən NATO baş katibi Mark Rutte ABŞ-ın addımlarını tamamilə zəruri adlandırıb. Baş katib İran tərəfindən gələn təhdidlərə toxunaraq xüsusi xəbərdarlıq da edib. Ankaradakı hərbi siyasi hərəkətlilik və yaxın şərqdəki eskalasiya dünya iqtisadiyyatına da dərhal təsir göstərib. Artan müharibə riskləri fonunda dünya birjalarında neftin qiyməti kəskin yüksəlib. Azərbaycanın Azerlight markalı xam neftinin bir bareli 75 dolları ötüb. Ekspertlərin fikrincə Ankara sammitində qəbul edilən qərarlar həm NATO'nun hibrid təhdidlərə qarşı yeni eraya qədəm qoyduğunu göstərir, həm də Türkiyənin regional liderliyini və Cənubi Qafqaza daxil olmaqla geniş bir coğrafiyanın təhlükəsizlik xəritəsini yenidən formalaşdırır.